Salam uşaqlar, növbəti testimizin izahına baxaq. Deməli, bu tip suallarda qüvvətə ayrılıqda yazırdıq. 26-nın yerinə 2 vur 13, 64 özü 2 üstü 6-dır. 2 üstü 7, yəni ki, sadə ədəddir. 169 da 13-ün kvadratıdır. 13 buradan bir ixtisar gedəcək. 2 üstü 7 yuxarıda da var, aşağıda da var. Yəni 2 üstü 7 eləyir bunlar. Nə qaldı? Yuxarıda 3-ün kvadratı 9, aşağıda da bir dənə 13 qaldı. Çünki ixtisar getmişdi biri. Cavab 13-də 9. Bir hədlisini standart şəklə gətirin. Bir hədlini standart şəklə gətirmək üçün 4-ün kubu eləyir 64. A-nın üstündə 6. B-nin üstündə 9. 4-də 1-in kvadratı 16-da 1. A-nın kvadratı B-nin üstündə 2 və C-nin üstündə 6. Burada qüvvət dediyinə görə qüvvət deyəndə hərflərin üstünü toplayırsınız. 6, 9, 15, 2, 17, 2, 19, o da 6 cavab oldu 25. Bir hədlin qüvvəti deyəndə onun içindəki hərflərin üstünü toplamaq lazımdır. Çox hədlin qüvvəti deyəndə içindəkilərin ən böyüyünü seçirik. Dərəcə 20-dir. Bu bir hədlidir də, indi bunun dərəcəsi 20-dirsə, əgər hərflərin üstünü toplayıb 20-yə bərabərləmək lazımdır. Məsələn, nə verib? Yəni, baxaq, deməli, 3n var. Üstə gəl 1 buradan, 4 buradan oldu. 5 bərabərdir 20. 20-dən 5-i çıxdın, 15-i 3-ə böldün 5. Yəni, 3n bərabərdir 15-dir. 15-i 3-ə böldün 5. Ən kiçik qiymət, bunu n düsturu var idi ya. 4ac çıx b kvadrat böl 4a-la da eləyə bilərsiniz. Amma mən tam kvadrata ayırma ilə göstərəcəm həllini burada. Gözləyin. Tam kvadrata ayırma ilə müxtəsər şəklində yazmaq lazımdır. Deməli, 4-cü sualda a kvadratı çıxılsın 8a üstə gəlinə gəlməli idi burada. Yarısının kvadratı 8-in yarısı 4, 4-ün kvadratı 16. Bir də 27-ni almaq üçün üstünə 11 gəlməlisiniz. Axı bu ikisinin cəmi buradakı 27-ni verməlidir bizə. Bu da olur a çıx 4 mötərizənin kvadratı. Buradan bura qədər. Dalıca gəlirdi 11 və bu dalıca gələn ədəd bizim cavabımız olurdu. Standart şəkildə yazılışında x kvadratın əmsalı 2-dir. Yəni ki, 2x kvadratdır. Əmsal onun qarşısında olur. Deməli, 5-ci sualda nə verib onu yazıram. Ax kvadrat üstə gəl 2x. Burada da 3x üstə gəl 1. Mötərizəni vurub açanda olur 3ax-ın kubu. Bu bizə lazım deyil. Bizə kvadrat lazımdır. Üstə gəl 3 yox, a-nı bir dənə bu yana da vuraq. A x-ın kvadratı ax kvadratını 1-ə vurdum. Üstə gəl 6x-ın kvadratı. Üstə gəl 2x. Bizə bu x kvadratının əmsalı lazımdır. Bax, x kvadratı çıxırsa nə qalır qarşıda? A üstə gəl 6. Həmin o a üstə gəl 6-nı deyir ki, 2-dir. 2-dən 6-nı çıxırsa mənfi 4. Doğru cavab A variantı. Qruplara ayırın. Qruplara ayıranda qruplaşdırmaq lazımdır. Qruplaşdırsaq, buradan nəyə qruplaşdıra bilərik? Deməli, b kvadrat, ac, burada b'si. 1 ilə 4, 2 ilə 3 uyğun gəlir. Baxaq, 1 ilə 4-dən nəyi götürürəm? 2c-ni götürdüm. Bura fikir verin, bunu ilə bununla. 2c-ni götürəndə nə qalır? 2a çıx b. Üstə gəl, bu ikisindən nəyi götürə bilərəm? B-ni götürə bilərəm. B-ni götürsəm, qalır 2a. Bu müsbətdir deyə bunu yazdım. Sonra çıx b. 2a çıx b-ni bir dənə də götürsək mötərizənin xaricinə, qalır 2c üstə gəl b. 2a çıx b. Deməli, bir də b üstə gəl 2c. Doğru cavab B variantı. 7-ci sualda hansı qiymətində dərəcə 2 olar? Dərəcənin 2 olması üçün bu kublar buradan getməlidir. Dərəcə 2-yə düşsün.
Bunun qabağında mötərizə açılanda mənfi 3 olacaq. Burada da müsbət 3 olmalıdır ki, bu kublar islah olsun, dərəcə düşsün 2-yə. Cavab yəni müsbət 3 şifahi sualdır. 8-ci sualda deməli, müxtəsər vurma düsturu ilə işləyəcəyik. Kvadratlar fərqi bir dəfə birincinin içindən açıq 2B üstə gəlci. Çıxıram, ikincilərə çıxanda işarələr dəyişir. Çıx 2B, çıx C olur. Bir dəfə də birincini olduğu kimi yazıram. Olduğu kimi işarədə dəyişikliyi eləmirik birincidə. Deməli, A çıxılsın 2B. Üstə gəlci, üstə gəl olanda dəyişməyəcək işarələr. A üstə gəl, 2B üstə gəl C. Burada baxırsınız nələr gedir. A'lar gedir, C'lər də gedir. Qalır mənfi 4B. Burada B'lər gedir. Qalır burada 2 dənə A üstə gəl, 2 dənə C. Buradakı 2-ni çıxardıb qarşıya vuranda mənfi 8B. İçəridə də A üstə gəl C. Mənfi 8B, A üstə gəl C. 9-cu sualda heç bir şey. Bunu sadəcə bir dənə kvadrata qaldıracaqdınız. Bu çox rahat bir şeydir. Qaldıranda A kvadrat çıxılsın 2 vur A vur 1 böl A müxtəsərlə. 1 böl A'nın kvadratı bərabərdir 25, 5-in kvadratı. Burada qalır mənfi 2, atırsız o yüzden olur cavab 27. Yəni çox rahat, şifahi bir sual idi. 10-cu sualda sürətdəki A çıx 3-ün kvadratıdır. Məxrəcdəki A çıx 3, A üstə gəl 3-dür. Sürətdə A üstə gəl 3-ü yazdım. Məxrəcdə bu bilirsiniz nədir? Yəni ortadakını parçalamaqla ayırırdığı vuruqlarına. Burada yazım A kvadrat elə ayırmalısınız ki, vuranda mənfi 3 eləsin. Yəni çıx 3A üstə gəl A. Eləyir mənfi 2A eləyir. Sonra çıx 3-ü yazdım. A-nı çıxartdın A çıx 3, bir dənə də A çıx 3. A çıx 3-ü götürsən, qalır, bunları götürəndə qalır A üstə gəl 1. Yazdım aşağıda da A üstə gəl 1 və A çıx 3. Deməli, A üstə gəl 3-lərin gedir. A çıx 3 aşağıda da 2 dənə var, yuxarıda da var. Qaldı 1 bölünsün A üstə gəl 1. Başqa heç bir şey qalmıyor çünki. Doğru cavab da elə budur. Növbəti sual sxemaya uyğun gəlir. X1 olanda 0 olur. Burada vuruqlarını ayırmaqla göstərə bilərsiniz. Yerinə qoymaqla da baxa bilərdiniz. Deməli, X3 olanda 0 olur. 1 ilə 3-dürsə, vuranda 3 eləyən bu variantdır. 2 və 4 toplayanda 6, vuranda müsbət 8. Doğru cavab B variantıdır. Növbəti 12-ci sual. Bundan da nə qədər işləmişik sizlə. Çarpaz vurub açmaqdır da bu sadəcə. 12-ci sualda yazıram x üstə gəl 3y bərabər 7-ni y-ə vurdun 7y. Buradan da x bərabər 4y. X-in yerinə heç bir şey 4y qoydun. 4-ü 2-yə böldün. Cavab elədi 2. 13-cü sualda müxtəsəri açıram. C kvadrat çıx 2C üstə gəl 1. Bunun açılışı. Çıxılsın C-nin kvadratı üstə gəl 1 olur. Bu əslində C-nin kvadratı çıx 1-dir. Bu ikisi. Qarşıdakı mənfi buradakı mənflə toxuşur. 1-in qabağı müsbətləşir. Üstə gəl 12-ni də yazdım. C kvadratların gedir. Qalır burada. Deməli 14 çıxılsın. Rəqəmləri toplayanda 12, 13, 14. Mənfi 2C-də buradadır. Yerlərini dəyişdim sadəcə. Birinci müsbəti yazmaq üçün. C variantı növbəti 14-cü sual elə toplu sualıdır. Deməli 1 3-ü qruplaşdırsam, m-i çıxarsam 1 ilə 3-dən qalır m üstə gəl n. K-nı çıxarsam o birisilərdən, K-nı çıxarsam n üstə gəl m. Mötərizənin içindəkilər eynidir, görürsünüz. M üstə gəl n-dir ikisi də. Çıxardanda burada da m üstə gəl k. Öyle ki bunları götürdün, əmsalları qalırdı. M üstə gəl k. 9 m üstə gələndə 7 dəfə 9-unu da eləyəcək 63. Cəminin dərəcəsi deyəndə böyüyünü götürürük.
Məsələn, P-nin üstünə 8, Q-nin üstünə 12 qoyanda bu çoxhədlidir də. Çoxhədlidə ən böyüyü götürülür. Bir hədlidə olan cəmi götürülür. Bu çoxhədlidir. Arada toplama çıxma varsa ən böyüyünü seçirsiniz. A kubu çıx B kubu. Müxtəsərdir də bu birbaşa 16-cı sualda. Vuranda 5 eləyir. Kublarının fərqi. Deməli, A kubu çıx B kubunun açılışı lazımdır. Ya bunu kuba qaldırmalısınız, ya da bunu sadələşdirməlisiniz. Mən yazdım bunu. Açılışı A çıx B. A kvadrat üstə gəl AB üstə gəl B kvadratdır. İndi mən bunu axtarıram. Bu A çıx B-nin qiyməti 7 var. Deməli, əlavə düsturlarla geçsəm, burada olacaq A çıx B mötərizənin kvadratı. Var içində A kvadrat üstə gəl B kvadrat. Çıx 2AB var bunun içində. Üstünə 3AB gəlirəm ki, yəni yuxarıdakına eyni olsun da. Mənfi 2AB üstə gəl 3AB yuxarıdakı 1AB-ni verir. Bu da bərabərdir. 7-ni yazdım. A çıx B neçədir? 7-nin kvadratı 49 üstə gəl 3AB 3-ü 5-i 15. 49, 15 gəldin. 4, 1 yaddan. 64, vur 7. 2 yadda, 42, 44. Cavab 448. 17-də vuruqları ayırın. 17-ci sualda. Elə ayırmalısınız ki, ortadakine bax, bu kənardakilərin deməli hasili mənfi 36 eləyirsə, ortadakı da mənfi 36 eləsin. Deməli, yazaq 6A-nın kvadratı, ortadakı mənfi 16A-nı elə ki hissəyə ayıracaq ki, buranda mənfi 36 eləsin. 36 nə var? 18 vur 2 var da, düzdür. Mənfi 18A üstə gəl 2A eləyəcək mənfi 36-ya vuranda bu kənardakılar eləsin. 6A kvadrat çıx 18A üstə gəl 2A çıxılsın 6. Deməli, nəyi qruplaşdırım? 1 ilə 2-də 6A çıxsa A çıx 3, 2 çıxsa A çıx 3. Bir dənə də A çıx 3-ü götürsən, qalır burada 6A üstə gəl 2. Uzağı burada 2-ni çıxarda bilərsən. Qalsa 3A üstə gəl 1, bu da A çıx 3. Bunu yazanlar üçün də düz götürmüşdüm, bunu yazanlar üçün də düz götürmüşdüm cavabı. 18-də müxtəsəri açırsan, x çıx y, x üstə gəl y bərabərdir 17-dir. Natural şərti varsa, yəni bu 17 vur 1 ola bilər, başqa cür mümkün deyil. X çıx y-in 1-dir, x üstə gəl y-in 17. Çünki toplayanda daha böyük alınar da cavab. Ona görə toplamaya 17 qoyuram. 2x bərabərdir 18, x bərabər 9. Bu 9-sa, bu da 8 olmalıdır ki, 17 eləsin. Y də bərabər 8. Hasili də eləyir 72. 3-ün kvadratı 9. C-nin kvadratı, D-nin üstü 3, 2-yə 6. 2-nin kvadratı 4, A-nın üstü 4, B-nin üstü 2. 4-ün kubu 64, A-nın üstü 6, B-nin də üstü 6. C-nin üstü 6, D-nin üstü 15. Bunlar düsturlardır. 64-ü 4-ə böləndə 16 eləyir. 16-nı 9-a vurdun 144. Yuxarıda eyni hərf yoxdur. Elə A-nın üstü. Burada ixtisar eləyək də. Bir dəqiqə. Burada ixtisar eləyək. C-nin üstü 2 buradan gedir. C-nin üstü 2 gedir. Gözləyim. Burada C-nin üstü 2 var idi. C-nin üstü 2 buradan gedir. Buradan C-nin üstü 4 qalır. Deməli, aşağıda C-nin üstü 4 qaldı. A-ların üstü burada 4 tam gedir. Burada A-nın üstü 2 qalır. A-nın üstü 2 qaldı burada. B-nin üstü 2 buradan gedir. Burada 4 qalır. B-nin üstü 4. D-nin üstü 6 gedir. Buradan da D-nin üstü 15'dən 6-nı çıxdın 9. Cavab elə bu cür idi. İfadəni sadələşdirim. Bunu yazıram A kvadrat böl A çıx 2. Araya bir dənə çıx atıram.
Bunu da yazıram a çıx 2. Yerlərini dəyişəndə işarəni dəyişirdik. Burada da yazıram a üstə gəl 2. Ortaq məxrəc olur elə a çıx 2. Olur a kvadrat çıx a çıx 2 olur ha. Bu mənfi buna təsir edir. İndi burada a çıx 2 yazıram. Bunu da vurğularına ayırsaz biri a çıx 2'dir, biri a üstə gəl 1'dir. Vurub açanda buradakı alınır. Ortadakini parçalamaqla da, yəni rasional kəsrlər bölməsində işləmişik. Bundan nə qədər? Deməli, cavab a üstə gəl 1. Vurub açanda da baxsaz a kvadrat üstə gəl a çıx 2a çıxılsın 2, yəni islah eləyəndə ortadakı qalır. K-nın hansı qiymətinə kədliyin kvadratıdır? Birinciyə baxırdıq, bir də axırıncıya. 3x çıxılsın yazıram burada. Nəyinsə kvadratı. İndi fikir verin, bu 9x-in kvadratı eləyir. Açanda 2-ni 3'ə vuracam 6. 6'nı da gərək 3'ə vurasan ki 18x eləsin. İndi bunu açanda nə alınırdı? 9x-in kvadratı. 2'ni 3'ə vursan 6'nı 3'ə 18x üstə gəl. 3'ün kvadratı 9. Yəni axtardığın k 9 idi. Cavab 9. 22'də burada nə edirik? Bunu aça da bilərik. Baxın, x-in kubu 125, 5'in kubudur. X çıx 5, x kvadrat üstə gəl 5x üstə gəl 25. Belə yazırıq. Aşağıda da 2'ni çıxardırsan x çıx 5. İxtisar gedir. İndi burada x kvadratını tapsaq, buradan bərabərdir. 9 çıxılsın 5x-dir. Burada x kvadratının yerinə bərabərdir. X kvadratın yerinə yazıram 9 çıxılsın 5x. Bunun yerinə. Sonra dalıyca üstə gəl 5x var, üstə gəl 25 var. Onları yazıram. 5x-lərin gedir. Aşağıda da 2 var. 25 üstünə 9 gəlsən eləyir 34. 34'ü 2'yə bölürsən eləyir 17. Sonra 23-cü sualda dərəcə deyəndə içərdən ən böyüyünü seçirik. Bu bir çoxədlidir. Çoxədlidə ən böyüyünü götürürük. Toplama çıxma varsa çoxədlidir və oradan ən böyüyünü seçirsən. 8'i vurursan 3'ə 24 dərəcə oldu. Dərəcə 24. Onun dərəcəsi ilə sərbəst səddəki 2'nin kubudur da. Sərbəst səddəki 8'dir. Cəmi də deyəndə cavab eləyir 32. Burada nə edirəm? Ortaq məxrəc x, y. X-ə böləndə y, y-ə böləndə x. Burada da 3y üstə gəl 5x bərabərdir 12'yə. Bunu çarpaz vurub açsaz belə. 3y üstə gəl 5x-in bərabərdir 12. X, y-ə. Yəni bu var məxrəc. Bunu mən tapdım 12 x, y. 24x, y, 12x, y-ə bölürsən cavab 2. Bunlar ixtisar gedir. 24'ü 12'yə bölürsən 2. İxtisar olunandır. Bu x kvadrat çıx 7x üstə gəl 12. Özü necə açılır? X çıx 100, x çıx 4'dür də. Bu düzdür. Toplayanda 7, vuranda 12, 3 ilə 4'dür də o ədədlər. Aşağıda da bu vuruqlar həmişə bunun içərisindədir. Yəni 3 ilə 4 12'in vuruqlarıdır. Burada da 15'in vuruqları olmalıdır. 3 ilə 4 hansısa biri olmalıdır ki burada ixtisar geçsin. Ya x çıx 3 olmalıdır burada ya x çıx 4. İndi 15 əlbəttə ki 3'ə bölündüyünə görə bu olmalıdır. 15 4'ə bölünmür axı. Vuruqlarının biri x çıx 3'dürsə burada x üstə gəl 5 yazmalısınız ki bu mənfi 3'dür, bu müsbət 5'dir. Mənfi 3'ü müsbət 5'ə vuranda mənfi 15 eləsin. Yəni mən k-nın yerinə nə qoydum burada? Bu aşağıdakı ifadə bu məxrəcdəkidir də. Baxın x kvadrat üstə gəl 5x çıx 3x çıx 15. X kvadrat üstə gəl 2x eləyir çıx 15 və buradan k-nı görürük ki burada da k da bərabərdir 2'yə. Doğru cavab 2.